Qarabağ atının şöhrəti. İngiltərə kraliçası Yelizaveta at həvəskarıdır. Odur ki, öz ad günündə cıdır yarışı təşkil etmişdi. Yarışda dünyanın hər tərəfindən gətirilən atlar iştirak edirdi. Bu yarışda Azərbaycanı Zaman adlı at təmsil edirdi. Cıdırda atı sürmək məşhur jokey Əliyə tapşırılmışdı. Yarış başladı. Yelizaveta hündür yerdə əyləşib yarışı izləyirdi. Milli geyimdə olan Azərbaycanlı jokey və onun atı hər kəsin, xüsusilə Yelizavetanın diqqətini çəkmişdi. Zaman yarışa başlayan kimi çox az bir vaxtda digər atları və maneələri keçdi. Nəhayət finiş xəttinə çatdı. Cıdır meydanındakı insanlar, həmçinin Yelizaveta ayağa qalxıb Azərbaycanlı jokeyi və onun atını alqışladılar. Yelizaveta yanında oturan köməkçisinə tapşırdı. Mən indiyə qədər belə yaraşıqlı və sürətli at görmədim. Atın sahibi nə qədər pul istəsə verin. Yelizavetanın köməkçisi əlinin yanına gəldi. Atın qiymətini soruşdu. Dedi ki, kraliçə onu almaq istəyir. Əli dedi, bu atın 4 yaşı var, Qarabağ atıdır. At Azərbaycan xalqı üçün igidlik, dostluq, sədaqət rəmzidir. Biz onu sata bilmərik. Ancaq kraliçanı təbrik etmək üçün gətirdiyimiz xalça ilə bərabər atı da hədiyyə edərik. Zaman kraliçanın ən sevimli atı olur. Onun tapşırığına əsasən mehtərlər ata xüsusi qulluq edirdilər. Hətta kraliça öz saçlarını atın yalmanının qızılı rəngində boyamışdı. Növbəti cıdır yarışı keçiriləcəkdi. Kraliça Zamanın yarışa qatılması üçün ölkənin ən məşhur jokeylərini gətizdirir. Ancaq heç kim Zamanı ram edə bilmir. Kraliça bərk qəzəblənir. Məgər bu ölkədə Zamanı idarə edə biləcək jokey yoxdurmu? Zamanın belə etməsinin səbəbini heç kim izah edə bilmirdi. Gələn baytarlar at sağlamdır deyib gedirdilər. Bir gün baytarlardan biri atın xəstəliyinin səbəbini belə izah etdi. At vətən həsrəti çəkir.